Qızım və özüm üçün Temudan bəzi məhsullar almışam. Gəlin onlara bir yerdə baxaq. Alisaya yayda geyinmək üçün belə çəhrayı dəst almışam. Materialı və rəng tonu çox qəşəngdir. Bu paketdə Alisa üçündür. Bu da eyni ilə yay dəstidir. Sarı və ağ tonlarda. Ətəyi isə gördüyünüz kimi şort ətəkdir. Mən qız uşağı üçün belə ətəklərə daha çox üstünlük verirəm. Üst dəsti olaraq məncə çox qəşəngdir, çox şirin görsənir. Bu üst geyimi də özüm üçün almışam. Düzdür, mən alanda heç bir rəy yox idi, risk edib aldım. Amma o qədər çox bəyəndim ki, həm materialı, həm də görünüşü superdir. Və yenə özüm üçün paslanmaz polad üzük dəsti almışam. Mən ümumiyyətlə üzük taxmağı çox sevirəm. Bunlar da çox qəşəngdir. Alisaya %100 pamıq materialından olan body almışam. Ümumiyyətlə Temudan Alisaya məhsul alanda həmişə çalışıram ki, pamıq materialında olsun. Və bu paketdə özüm üçündür. Özümə palıdı rəng tonlarında belə bir yelək almışam. Türklərdə yelək deyilir, Azərbaycan dilində nə deyilir tam olaraq bilmədim, ona görə belə dedim. Fikir vermisinizsə mən bu rəngləri çox sevirəm. Yenə Alisa üçün belə şirin bantiklər almışam. Düzdür, bu videonu çəkəndə Alisa yatırdı, özümə taxdım. Təbii ki də bunlar Alisanındır. Və belə qəşəng şirin bir kofta. Bu koftanın dəsti də var, şortikli dəsti. Şortikin də, koftanın da materiallarını çox bəyəndim. Və yenə Alisa üçün belə pambıq tişört almışam. Mən aldıqlarımı çox bəyəndim. Ümid edirəm siz də bəyəndiniz. Rəylərdə bildirməyi unutmayın.